Cheesecake'in bir porsiyası restoranlarda minimum 5 manatdır. İtiraf eləyək ki, çox dadlı şirniyyatdır. Sınamaq istəyirdim, cəsarət eləmirdim, yaxşı alınmaz deyə bu dəfə cəsarət etdim. Bir yanlışım oldu ki, piçeni 250 qram almalıydı, mən biraz artıq etdim. Növbət dəfə tıpatıp eyni Amma dadı möhtəşəm ötəsi. Kimlər yedisə razılıq verdilər ki, o superdir. Hətta bir nəfər dedi ki, valeh edici dadı var. Deməli gedir 250 qram istənilən piçeniyə, 100 qram kərə yağı və 3 xörək qaşığı süd. Südü də bir damcı əlavə elədim. Blenderdə qəşəng-qəşəng əzişdirirsiniz, bir-birinə qarışır, sonra saxlayırsınız. Yağlı kağız sərdiniz, tavaya qaşıqla qəşəng-qəşəng yayırsınız, dümdüz edirsiniz. Bu arada qızlar, istifadə etdiyim vanili və qaradal nişastasını İlğım firmasından istifadə elədim. Bunu da deyim ki, xanımlar, İlğım məhsullarını alanlar sandıq tətbiqinə yükləyəndə 3% keşbek qazanır. Daha sonra pendir kremini hazırlayırıq. Daha sonra 500 ml krem pendir, 200 qram xama, 3 yumurta, 1 vanil, 1 stəkan pesok. 3 yemək qaşığı qarğıdalı nişastası. Bunları mikserlə və yaxud da blenderlə yaxşı-yaxşı bir-birinə qarışana qədər çalırıq. Daha sonra həmin piçeninin üzərinə səririk. 150 dərəcə sobada alt üst qoyuruq, 1 saat bişir. 1 saat bişəndən sonra söndürürük, xopqanı ağzı açıq şəkildə biraz gözlədirik. Tamamilə soyuyandan sonra üzərinə nə vuracaqsınızsa vurursunuz, qoyursunuz xaladenka. Düz bir gün qalmalıdır. Qaynanmış malaka vurdum, edən hər kəsə nuş olsun.